Salam hər kəsə. Bugün sizlər üçün 2019-cu ildə təqdim olunmuş 8-9-cu siniflərin RFO yarımfinal riyaziyyat suallarının izahlarını verəcəyik. Qeyd eləyək ki, bizim olimpiyada hazırlığımıza qoşulmağınız üçün 050 854 77 18 nömrəsi ilə əlaqə saxlayıb qoşula bilərsiniz. Vaxt itirmədən keçək sualların izahına. Qeyd edək ki, bu suallar aşağı yaş qrupu olan 8-9-cu sinifin suallarıdır. Birinci sual adi bir hesablamadır. Hesablamanı yerinə yetirəndən sonra D variantı alınır. Yəni, bunların izahı gərəyi yoxdur. İkinci suala baxaq. X, Y, M, Z. Qeyd olunur ki, X, M, Z bu bucaq 30 dərəcədir. X, Y, Z 15 dərəcədir. Və burada qeyd olunur ki, M buranın orta nöqtəsidir. 30 dərəcə 15, burada 15 dərəcə olacaq və bu bərabər yanlı olacaq. YM, yəni MX-ə bərabər olacaq. Buradan görsənir ki, 30, buralar olacaq 75, çünki bu bərabər yanlıdır. Burada 75 dərəcə olacaq. Bitəcək, yəni X, Z, Y 75 dərəcə A variantı. Üçüncü suala baxaq. ABC müsbət tam ədədləri üçün 2A, 4B, 6C 40 olarsa, A-nın mümkün ən böyük qiymətini tapın. Yəni, birbaşa bu ifadəni 2-yə bölsək, A plus 2B plus 3C bərabərdir 20 olacaq. Buradan A-nın ən böyük qiyməti üçün BC-nin mümkün ən kiçik qiymətini vermək lazımdır. BC müsbət tam ədədlər olduğu üçün hər birinə 1 versək, A olacaq 15. Belə ki, hər biri 1-1 olanda. Dördüncü sualda 10-dan fikir versəz 10 ilə 6-nın fərqi 4, 12 ilə 8-in fərqi 4, 18 ilə 14-ün fərqi 4-dür. Hər tərəfin üzərinə o fərqi əlavə etsək, A plus 4 bərabərdir 10x plus 10, yəni 4 əlavə edirəm, 12y plus 12 və 18z plus 18. Buradan A plus 4 bərabərdir 10x plus 1, 12y plus 1, 18z plus 1. Görsənir ki, A plus 4 ədədi. Ümumiyyətlə, burada məlumat verməli idi. X, Y, Z-in natural qiyməti yazılmalı idi. Yəni, burada şərtin özündə çox əksiklik var. Şərtdə verməli idi ki, X, Y, Z natural ədədlərdir. Çünki belə bu sualı sonsuz sayda həllərlə tapa bilərik. Biz də əlbəttə ki, natural qəbul edib həll edirik. X, Y, Z bu şəkildə 10, 12 və 18 mötərizə xaricinə çıxartmışıq oluruq. 10, 12 və 18-in əkobunu tapırıq. Yəni, A plus 4, 10, 12, 18-ə tam bölünür. Əkob 10, 12, 18 və bunların misilləri. Tapsaq əgər bunların əkobunu eləyəcək 180. A plus 4 bərabərdir 180K. A bərabərdir 180K çıx 4. İndi A-nın ən kiçik natural qiyməti K-nın yerinə 1 yazsaq. İndi A-nı biz natural götürmüşük də 176 olacaq. Və 176-nın da rəqəmlər cəmi 14 olacaq B variantı. Davam edək. 5-ci sualda 5 üstü n 2-yə bərabərdir. 40 üstü x 128 olarsa, n x ilə ifadə edin. Burada belə bir qeydi yaza bilərik bu tipli sadə problemlər üçün. A üstü x, b üstü y-ə, a üstü m, b üstü n-ə bərabərdirsə, x-in m-ə nisbəti y-in n-ə nisbətinə bərabər olacaq. Əlbəttə ki, bunu loqaritmik üsulla da birbaşa isbat edə bilərsiniz. Sadə bir qeyddir. 5 üstü n bərabər olsun 2-yə. 40 üstü x-i yazacağım. Öncə onu sadələşdirək. 40 üstü x-i sadə vurğulara ayırsaq, 2 üstü 3x vur 5 üstü x olacaq. Bərabərdir. 128-də 2 üstü 7-dir. Görsənir ki, 5 üstü x 2 üstü 7 çıx 3x-ə bərabərdir. 5 üstü x 2 üstü 7 çıx 3x. Yuxarıdakı qeydin köməyi ilə 5-lərin qüvvətlərinin nisbəti n bölü x.
Bunun qüvvəti 1-dir. 1 bölünsün 7 minus 3x olacaq. Buradan n'i tapanda x bölünsün 7 çıx 3x olacaq. Doğru cavab C variantı. Devam edək. 6-cı sualda öncə kök 6 ifadəyə baxaq. A plus 5 çıxılsın 2 kök 5 A. Bu ifadəni sadələşdirsək, görsənir ki, bu kök A çıxılsın kök 5'in kvadratının açılışıdır. Bundan da əlbəttə ki, modulca kök A çıx kök 5 çıxacaq. A kök 5'dən böyük olduğundan, A 5'dən böyük olduğundan bu müsbət olacaq və olacaq kök A çıx kök 5. İndi kök A çıx kök 5 üzərinə gəlinsin. 5'i də kök 5'ə böləndə kök 5 olacaq. Bunlar islah olunacaq, qalacaq kök A. A variantı. 7-ci suala baxaq. Müxtəsər vurma düsturu ilə fərqi bir də cəmini yazacağıq. Görək burada neçə dənə 7 var? 3. Gəlin burada. Mən bunu yazım. 3 dənə, 6 dənə, 9, 12, 15 dənədir. 3, 6, 9, 12, 15 dənə. Aha. Olacaq 7'lerin fərqi. Yəni bunların sayı 15 dənədir. Çıx 2'lerin sayı. Bir də ki, bunların cəmi. Aha, bu ədədin rəqəmlərinin cəmini soruşur. Bundan bunu çıxanda 4, qalanlar hamısı 5 olacaq. Buradakı 5'lerin sayı 14 dənədir. Vurulsun, bura fikir versəz, 0, 7 üzərinə 3 gələnə 0, alt-alta toplasaq. 7 üzərinə 2, 9, o da 1 yadda ola. Hamısı 0 olacaq. Bunlar hamısı 0 olacaq. Yəni burası bizə maraqlıdır. Çünki rəqəmlər cəmində bir önəm daşımır. Elə cavab olacaq bu ədədin rəqəmlər cəmi. Çünki bunun sıfıra vuranda bunun ardınca sıfırları yazacağıq da. Olacaq 14 vur 5 plus 4. Cavab olacaq 74. C variantı. 8-ci suala baxaq. A və B şəhərlərindən eyni anda və eyni istiqamətdə C şəhərinə doğru 2 avtomobil yola düşür. A şəhəri B şəhəri arasındakı məsafə 540 kilometrdir. Demək, A və B məntəqələri demək, eyni istiqamətdə yola düşürlər. Bunlar arasındakı məsafə 540 kilometrdir. A şəhərinə hərəkət edən avtomobil 3V sürəti ilə, buradan irəliləyən avtomobil isə V sürəti ilə hərəkət edirlər. A şəhərindən çıxan avtomobil B şəhərinə çıxan avtomobilə C şəhərində çatır. Tutaq ki, bunlar C nöqtəsində C şəhərində görüşürlər. Bizdən soruşur ki, B-C şəhəri arasındakı məsafəni tapın. Bu X məsafəsini tapmalıyıq. Əlbəttə ki, A-dan irəliləyən avtomobilin C-yə çatması üçün qət edəcəyi məsafə 540 plus X-dir. Hansı sürətlə? 3V sürətinə. Digər avtomobil isə X, yəni bu qədər zamana A-dan C-yə çatır. A, C. Bu qədər müddətə də digər avtomobil, B-dən irəliləyən avtomobil X qədər yol gedir və V sürəti ilə. V-lər ixtisar olunur, qalır 3X bərabərdir 540 plus X. Buradan 2X bərabərdir 540, X bərabərdir 270. Doğru cavab C variantı. X məsafəsini soruşurdu C. 9-cu suala baxaq. Demək, bu şəkildə xarici tənbölən verilib. A nöqtəsi, M nöqtəsi, C nöqtəsi, D nöqtəsi, B nöqtəsi. Bu tənböləndir. Qeyd olunur ki, AB 8-dir, AD 6-dır, BC 10'dur, DS soruşulur. İndi, əslində bunun birbaşa üsulu da var, amma biz burada
D nöqtəsindən AB-yə paralel düz xətt keçirəcəyik. Buraya paralel olacaq. İndi bura alfa olsa, burada alfa olacaq. Çarpaz bucaqlardan burada alfa olacaq. Və burada ADK bərabər yanlı. Bərabər yanlıdır. O zaman burada 6 olacaq. Burada 2 üçbucaq oxşardır. Üçbucaq DKS oxşardır. Üçbucaq ABC ilə. Niyə? Baxın. Bura. Yəni bu üçbucaqlar oxşardır. O zaman S bucağının qarşısındakı 6 tərəfinin böyük ABC-nin qarşısındakı 8-ə nisbəti bərabərdir. Bu 2 dənə bucaq qarşısındakı x-in bu 2 dənə bucaq qarşısındakı 10-a nisbətinə bərabərdir. Buradan 8x bərabərdir 60, x bərabərdir 7.5. C variantı. Birbaşa isə belə bir qeydi də yadda saxlamaq olar. Yəni eyni oxşarlıqdan belə bir qeydi çıxartmaq olar. A, B, C, D olsun. Qeyd edək ki, A-nın B plus C-yə nisbəti D-nin C-yə nisbətinə bərabər olacaq. Davam edək. 10-cu sual. Radiusları fərqli olan iki çevrə A və P nöqtələrində kəsilir. Demək, radiuslarımız fərqlidir burada. A və B, P nöqtələrində kəsişəcəklər. Qeyd olunur ki, indi burada AP-ni adlandırma metodunu indi hələ ki belə yazaq. P nöqtəsi bura olsun, A nöqtəsi də bura olsun. D1 düz xətti hər iki çevrəyə uyğun olaraq B və C nöqtələrinə toxunur. Ta ki bu BC-dir. Bunu düzgün çəkək. İndi B və C nöqtələrində toxunur. Bura B və bura C nöqtəsi olsun. Bu D1 düz xəttidir. Toxunur. A və P nöqtələrindən keçən və D2 düz xəttini, D1 düz xəttini D2. Demək, AP-dən keçir və D1-i bu şəkildə D1-i kəsir D nöqtəsində. Bu D2 düz xəttidir və bura D nöqtəsidir. Qeyd olunur ki, DP, görürsünüz ki, DA məsafəsi DP məsafəsindən daha böyükdür. Yəni düz çəkmişik. DC 6-dır. PD də 4-dür. Qeyd olunur ki, BD parçasının uzunluğunu tapın. İndi fikir verin, BD-yə bir A desək, PA-ya bir B desək, fikir verin, toxunanın kəsən ilə arasındakı qeydindən istifadə eləsək, bura A, bura B, bura C. Yəni x-imlə eləyək, x, y, z. Bu toxunandır. X-in kvadratı y plus z-dir. Buna əsasən biz burada PC-nin kvadratı, yəni 6-nın kvadratı bərabərdir. 4 vurulsun 4 plus B. İndi fikir verin. Eyni formada BD-nin kvadratı da, yəni A-nın kvadratı da 4 vurulsun 4 plus B-dir. Demək olar ki, A və 6 eynidir. Yəni burada doğru cavab C variantı. ABCD-yi düzgün altı bucaqlısına, BD və G nöqtəsinə kəsir. F, G, 4 bucaqlısının sahəsini. Demək, bu düzgün altı bucaqlıdır. F, A, B, Y, D, C. Qeyd olunur ki, bu sahələrin nisbətini tapın. Yəni, bura bir S1, S2 deyil. Bunların nisbəti soruşulur. Gəlin belə düşünək də. Buradan biz
bura hündürlük endirsək, bu sahələr eyni olacaq. İndi fikir verin və onsuz da buranı davam etdirsək, bu sahələr də eynidir. Bunlar S olacaq. İndi bunlar perpendikulyarda qeyd edək. Aha. İndi gəlin belə eləyək. Burası A olsun. Ümumiyyətlə düzgün altı bucaqlının bir daxili bucağı 120 dərəcədir. 60 bura düşəcək, 60 bura düşəcək, 30 bura düşəcək. Yəni bunun tərəfi 2A olsa, bura A olacaq, bura A kök 3 olacaq. Demək S sahəsi A vur A kök 3 böl 2-yə bərabərdir. İndi 2A buradırsa, burada 2A olacaq. Burada 2A olacaq. Fikir versəz, burada A kök 3'dür. İndi fikir versək, bu dörd bucaqlının, düz bucaqlının sahəsi olacaq nə qədər? 2A vurulsun A kök 3. Yəni, indi baxın, A kvadratı kök 3 burada 2s'ə bərabərdir. O zaman bu ifadə 2s'dirsə, cavab olacaq 4s. Yəni, buranın sahəsi 4s olacaq. İndi bizdən bu dörd bucaqlının sahəsini istəyirik 5s eləyir. Digəri isə s'dir. 5s'in s'ə nisbəti 5'in 1'ə nisbəti olacaq B variantı. 12. Uzunluğu 2019 rəqəmdən ibarət olan tam ədədin ən soldakı rəqəmi 3'dür. Aha, bu ədədin istənilən ardıcıl 2 rəqəmdən ibarət olan ədəd ya 17'yə ya da 23'ə tam bölünməlidir. Aha. Deyir ki, bu ədədin 2019-cu ədədi A və B olarsa, AB-nin cəmi. İndi bu ədəd həm ya 17'yə bölünməli, ya 23'ə. Əlbəttə ki, 3 ilə başlayan 34'dür 17'yə bölünən, 46'dır 23'ə bölünən, 69 da ola bilər, 68 də ola bilər. 69 23'ə bölünəcək, 68 isə 17'yə bölünəcək. İndi 9 ilə davam eləyək hələ ki. 92 23'ə bölünür. 23. Baxın, yenidən buradan sonra təkrarlanır. 3, 4, 6, 9, 2. İndi buna baxaq. 85 ola bilər. 85 17'yə bölünür. 51 də 17'yə bölünür. 10 7 olmalıdır. 7 ilə başlayan yoxdur. Demək, bu kəsilir. Bu çox güman ki, sonda yaranacaq. Gəlin baxaq. İndi bunun uzunluğu 2019'dur. Və 5 gedişdən bir təkrar olunur. 2019'u bölsək 5'ə eləyəcək 500. 3 qalıq 4. Yəni 503 dənə belə bir qrup var. Və sonun qalıq 4 o deməkdir ki, bax buna düşür. 6'dan sonrakına düşür. Əlbəttə ki, 6'dan sonra ya 9 gələ bilər, ya da 8 gələ bilər. Bunların cəmi soruşulur. 9 plus 8, 17. Doğru cavab E variantı. 13-cü suala baxaq. Koordinatları hər ikisi tam ədəd olan x, y nöqtəsinə yaraşıqlı nöqtə adlandıraq. K nöqtəsində neçə müxtəlif tam qiymətlərinə kx yaraşıqlı nöqtələr olacaq. İndi buradakı bütün kəmiyyətlər görsənir ki, tam ədədlərdir. Gəlin belə eləyək. Və kəsişməsindən söhbət gedir. Bu 7'dir. K kvadratı x çıx 5y plus 1 bərabərdir 0. Aha. Yuxarıdan 5y tapsaq, olacaq kx çıx 7. Aşağıdakı tənlikdə yerinə yazsaq, buradan x-i mötərizi xaricinə çıxarsaq, bu 8'i sağ tərəfə keçirək. X-i tapsaq, -8 bölünsün k kvadratı çıx k. X k tam ədədlər olduğundan burada -8'in bölündüyü tam ədədlər olmalıdır. Bu ola bilər plus minus 1, plus minus 2, plus minus 4, plus minus 8. İndi plus minus 1 qiymətində K'nın tam qiyməti yoxdur. 1 olsa tam qiyməti yoxdur. -1 olsa da tam qiyməti yoxdur.
Bu 2 olsa burada K minus, burada da tam qiyməti yoxdur. Burada da yoxdur tam qiyməti. Burada K minus 2, K plus 1 bərabərdir 0. K'nın 2, K'nın mənfi 1 qiyməti. Ta 4 qiymətində də həmçinin yoxdur. Burada da yoxdur. Mənfi 4 olanda da yenə yoxdur. 8 olanda da yoxdur tam qiyməti K'nın. Mənfi 8 olanda da tam qiyməti yoxdur. K'nın 2 və mənfi 1 qiyməti 2 dənə B variantı. Davam edək. 14-cü sualda fx plus 3 plus x bərabərdir. X vur fx plus 2 üzərinə x'in kvadratı plus 2. F5 soruşulur bizdən. F5'i tapmaq üçün x'in yerinə gəlin 2 yazaq. X bərabərdir 2 olsun. Gəlin bunu artıraq biraz. O zaman F5 bərabər olacaq. F5 plus 2 bərabərdir 2F 4 üzərinə x'in yerinə 2 yazsam 2'nin kvadratı plus 2 6 eləyəcək. İndi burada F4 var. X'in yerinə 1 yazsaq o zaman F4 üzərinə 1 bərabərdir 1 vur F3 plus 1 yazsaq bura 3 olacaq. 1'in kvadratı plus 2. İndi F3'ü tapmaq üçün də x'in yerinə 0 yazacağıq. X'in yerinə 0 yazsaq F3 plus 0 bərabərdir 0 plus 2 olacaq. Buradan F3'ü 2 tapacağıq. Rekurrent bir münasibət var da bu funksional arzılıda. Funksiya arzılığında daha doğrusu. F3'ün yerinə 2 yazsaq burada F4 bərabər olacaq 4'ə. F4 də 4 olandan sonra bura olacaq 8. 8 plus 16 14. 14'dən 2 çıxanda F5 bərabər olacaq 12'yə. C variantı. 15-ci suala baxaq. Demək bu şəkildə yarım çevrə çəkilib. Yarım çevrə çəkilib və bir dənə bunu çəkək. A, P, Q, R, B, R. R, O. 4'də 1'i çəkilib çevrənin. Radiusu 10'dur. Çevrənin 4'də 1 hissəsi PQR düzbucaqlının perimetri 26 isə iştirilmiş hissənin perimetrini tapın. Bu PQR onun perimetri 26'dırsa, bura x olsa, bura 13 minus x olacaq. Çünki yarısı, bunların cəmi 13 olmalıdır perimetri tapan. Burada x olacaq. Radius 10 olduğundan bura 10 minus x olacaq. Buradan burada 10 olduğu üçün bura olacaq x minus 3. Baxın AP hissəsi. İndi bizdən bu hissənin perimetrini soruşur. Bu hissənin perimetri də bunların cəminə bərabərdir. Buranı toplamalıyıq. Fikir versəz, düzbucaqlının diagonalları bir-birinə bərabər olduğundan buradan OQ 10'dur və radiusdur. Dolayı yolla bu da 10 olacaq. İndi çevrənin 4'də 1 hissəsini, yəni 90 dərəcəlik qövsünün uzunluğunu tapacağıq. 4'də 1 vurulsun, 2 vur pi vurulsun radiusu. Radius da 10'dur. Bu da eləyəcək 5 pi. Demək bura uzunluğu da 5 pi olacaq. 5 pi üzərinə perimetri olacaq 5 pi üzərinə x minus 3 plus 10 plus 10 minus x. Buradan x'lər islah olunacaq. 17 plus 5 pi olacaq doğru cavab. C variantı. 16'ya baxaq. Deyir ki, ədədi ardıcılığında ikinci həddən sonraki hər bir hədd ondan öncə gələn iki ardıcıl ədədin fərqinin moduluna bərabərdir. Bu ardıcılığın ilk 100 həddinin cəmini tapın.
24-dən 88 çıxanda 64 görürsünüz modullarına bərabər olur. Bunlar bu tipli ardıcıllıqlar təkrar olunur müəyyən gedişdən sonra. Gəlin o gedişi tapaq. 24-dən 40 çıxanda 16 eləyir. Modulu elə -16-dır, modulu 16 olacaq. 16 24-dən 8, 8 16-dan 8, 8 8-dən 0, 0 8 8, yenə bura 8. Görürsünüz ki, bu proses bu gedişdən sonra təkrar olunacaq. Yəni bundan sonra isə 8 8 0, 8 8 0 təkrar olunacaq. 100 həddini soruşur. Burada 1 2 3 4 5 6. 6 həddini çıxsaq 94 qalır. 94-ü də üçlü qruplara bölsək, olacaq 31 qalıq 1. Yəni 31 dənə bu şəkildə 8 8 0 var, qalıq 1. Yəni sonuncusu 8-ə düşəcək. Növbətinin yəni ilk həddinə düşəcək. Cəmini soruşur. Yəni 31 dənə bu şəkildə 8 8 0 qrupu var. Bir dənə əlavə sonda 8 var. Plus bunların cəmi 88, 24, 64, 40, 24, 16. Bu cəmi hesablayanda isə bu cəmi hesablasaq 760 alınacaq. 17-ci sualı 10-11-ci sinifin sualı idi və orada həll etmişik. Həmin videoya keçib baxa bilərsiniz. Yəni ya da izah da eləyə bilərik, problem yoxdur. Amma həmin videoda izah etmişdik. Demək, bu şəkildə davam eləyir. P nöqtəsindən bu şəkildə 45 dərəcəlik dönmələrə malikdir. Buralar o zaman 90 dərəcə olacaq. Hamısı buradakı dönmələr 45 dərəcə olduğu üçün. Gəlin buradan adlandırır. Bunlar hamısı 45 dərəcədir. Əgər bura A olsa, bura A olsa, bura A kök 2 olacaq. Bura B olsa, bura B olsa, bura B kök 2 olacaq. Bura B olsa, burada B olacaq. İndi bura 45 dərəcədir. Bərabər yanlı düzbucaqlı üçgən. Hipotenuz B-dirsə, bura B böl kök 2 olacaq. Avtomatik burada B böl kök 2 olacaq. Bundan sonra isə A kök 2 burası, burada A kök 2 olacaq. Burada A kök 2 olacaq. Bura 2A olacaq. Bundan sonra A kök 2 buradırsa, burada A kök 2 olacaq. Burada demək A'dır, burada A'dır. İndi bunun qət etdiyi məsafə 8-dir. Yəni bunları toplasaq, bu 8-ə bərabərdir. Buranı toplayanda görsənir ki, 4 dənə B var, 4 dənə də A kök 2 var. Bu oldu 8. Demək B plus A kök 2 bərabərdir 2. İndi düzbucaqlının perimetrini soruşur. Düzbucaqlının uzunluğu görürsünüz ki, 2A plus B kök 2'dir. Eni isə bu B'dir. B böl kök 2 plus A'dır. Buradan 2 vurulsun. 3A plus B kök 2 plus B böl kök 2. Bu ifadəni açsaq olacaq 6A plus 2B böl kök 2 plus 2'ni buna vuranda köklər ixtisar olunacaq. B kök 2 qalacaq. Bu da olacaq 6A plus 3B kök 2. Buradan 3 kök 2'ni mötərizə xaricinə çıxarsaq, burada olacaq kök 2A plus B. Kök 2A plus B'də şərtdə 2 verilib. Burada biz özümüz 2 tapdıq. Cavab olacaq 6 kök 2. Y variantı. 18-ci suala baxaq. Aha, burada kök 15 ilə kök 21'i qruplaşdırsaq, plus kök 35 ilə də 5'i qruplaşdıraq. Bölünsün məxrəci də kök 3, 2 kök 5'i belə yazaq. Kök 5 plus kök 5 plus kök 7. Bundan sonra kök 3'ü yuxarıdan çıxartaq.
bu ikisinden. Kök 5 plus kök 7. Digerinden de kök 5'i çıxarsaq kök 5 plus kök 7 alınacaq. Bölünsün. Kök 3 plus kök 5 plus kök 5 plus kök 7 bərabərdir. Sürətdən kök 5 plus kök 7-ni çıxarsaq kök 3 plus kök 5 olacaq. Bölünsün bu ifadə. Aha, bunu hesablamaq lazımdır. İndi bu ifadəyə bir A deyək. Bunun tərsini tapaq. Aha, sonra isə bir məxrəc kimi yazaq. Yəni kök 5 plus kök 3 bölünsün. Kök 5 plus kök 3 vurulsun kök 7 plus kök 5 plus kök 7 plus kök 5 bölünsün. Yəni bu bölünsün bu. Daha sonra isə bu bölünsün bu. Burada olacaq 1 böl A bərabərdir. Bunlar ixtisar olunur. 1 böl kök 7 plus kök 5 plus 1 böl kök 5 plus kök 3. Aha, 1 böl A bərabərdir. Bunları qoşmasına vursam kök 7 çıx kök 5 olacaq. Böl 2 qoşmasına vuranda, yəni müxtəsər vurma düsturu alınacaq. Kök 7 plus kök 5 vursun kök 7 minus kök 5. Digərində də kök 5 çıx kök 3 böl 2 alınacaq. Bunları toplayanda islah gedəcək, qalacaq kök 7 çıx kök 3 böl 2. Bir saniyə burada, hə. Bizə isə A lazımdır. A-nı tapanda isə 2 bölünsün kök 7 çıx kök 3 olacaq. İndi bunu da yenə qoşmasına vuranda kök 7 plus kök 3 olacaq. Məxrəcdə isə müxtəsər vurma düsturuna kök 7-nin kvadratı, kök 3-ün kvadratı, yəni 4. Bunlar ixtisar gedəcək. Kök 7 plus kök 3 böl 2 alınacaq. A variantı. 19-a baxaq. Px çoxəlləsini buna bölündükdə qalıqda 3 alınır. B-zuya əsasən P2 3-ə bərabərdir. X plus 3'e bölündükdə isə qalıq 13'dür. Yəni P mənfi 3 3'ə bərabərdir, 13'ə bərabərdir. Px çoxhəllisini buna bölündükdə alınan qalığı tapın. Bu bir kvadratik çoxhəllidir. Kvadratik çoxhəlliyə böləndə qalıq maksimum 1 dərəcəli ola bilər. O zaman biz qalığı ax plus b deyə bilərik. O zaman px'i həmin x minus 2, x plus 3'ə böləndə hər hansı qx qisməti üzərinə qalıq. Qismət vur. Bu qismətdir. Bu böləndir. Üzərinə qalıq. Bölünəni tapanda bölən vur qismət üzərinə qalıq. İndi x-in yerinə 2 yazsaq buralar 0-a gedir. Onlar P2 bərabərdir. X-in yerinə 2 yazsaq harada 2A plus B-yə bərabərdir. Bir də mənfi 3 yazacaq ki, bura 0-a geçsin. Olacaq mənfi 3A plus B. Bu 3'ə bərabərdir, bu da 13'ə bərabərdir. Tərəf-tərəfə çıxsaq, A-nı taparıq mənfi 2. A mənfi 2 olandan sonra isə B olacaq 7. Müsbət 7. B 7 olacaq. Qalıq isə AX plus B olduğundan mənfi 2X plus 7 olacaq. B variantı. 20-ci suala baxaq. 20-ci sualı biz dərs zamanı qeyd etmişdik. Biz bunu dərs zamanı qeyd etmişdik. 10-11-ci sinifin video izahında da qeyd eləmişik. Tərəf-tərəfə 2-2 qruplaşdırıb toplasaq, həmin videoda da baxa bilərsiniz. Məsələn, birinci tənliyi, ikinci tənliyi toplayıram. Olur 72. Buradan A-nın mötərizə xaricinə çıxartıram. Bu ilə da bu. Olacaq B plus C, digərindən D-ni çıxartanda B plus C bərabərdir 72.
olacaq B plus C A plus D bərabərdir 72. Bu 1 və 2-ci tənlikləri toplayandadır. 1 və 3-cü tənlikləri toplayanda isə A-nın mötərizə xaricinə çıxartanda B plus D plus C-ni çıxartanda B plus D bərabərdir 38 plus 43, yəni 81. Buradan B plus D A plus C bərabərdir 81 olacaq. 2 və 3-cü tənlikləri toplayanda isə A-nı çıxartanda C plus D plus B-ni çıxartanda C plus D bərabərdir 34 plus 43. Yəni 77. Buradan da C plus D A plus B bərabərdir 77. ABC'de müsbət tam ədədlər, yəni natural ədədlər olduğu üçün burada 72, 81, 77-nin bölənləri əsasında tapacağıq. Amma fikir versəz, hər zaman A plus B plus C plus D-ni tapırıq. İndi məhdud sayıda bu tənliklər sisteminin həlli var. O zaman biz burada nə edəcəyik? Eyni cəm alınmalıdır. Misal üçün, bu 11, bu 7 olanda cəm 18 hamısının. 81-də 9, 9 olanda mümkün olacaq. 72-dir bu. 72-də 12, 6 olanda mümkündür 18 olsun. 9, 9. Burada isə 11, 7 olanda mümkündür. Yəni bütün hallarda A plus B plus C plus D-nin cəmi 18 olacaq D variantı. 21-ə baxaq. Bu tipli ifadələri hesablamaq üçün bunu, yəni ardıcılığın ümumi hədd düsturunu tapacağıq, sonra hasil simvolundan. İndi 4 vur 7 plus 2-də ümumi düstur x vur x plus 3 plus 2 olacaq. Belə ki, x burada 4, daha sonra 6, 8 bu şəkildə davam eləyəcək. Çünki 4 verəndə 4 vur 7 plus 2, 6 verəndə 6 vur 9 plus 2 bu şəkildə ta ki 90, ta ki 100 verəndə. 100 verəndə də 100 vur 103 plus 2 olacaq. Bu ifadə x'in kvadratı plus 3x plus 2'dir. Bu da x plus 1 vur x plus 2'dir. Yəni sürət olacaq 4 qoysam 5 vur 6, 6 qoysam 7 vur 8, 8 qoysam 9 vur 10, bu şəkildə 100 qoysam 101 vur 102 olacaq sürət. Məxrəc də eyni formada y plus 3 plus 2 kimi ayıracaq. Y 5 olanda, 7 olanda, bu şəkildə 99 olanda. Yəni hər bir 5 vur 8 plus 2, y yenə 5 yazanda alınır. Digər 7, 99 olanda. Bu ifadəni də sadələşdirsək, y plus 1, y plus 2 olacaq. Yuxarıdakı kimi. 5 versəm 6 vur 7 olacaq. 7 versəm 8 vur 9 olacaq. Bu şəkildə 99 versəm 100 vur 101 olacaq. İndi bunu buna böləndə fikir versəz 6-dan 101-ə kimi hamısı ixtisar olunur. Bir dənə fikir verin, bura hamısı ixtisar olunur buyla. Qalır 5 vur 102 sürətdə. Bu da 510 eləyir. Doğru cavab B variantı. 22'ye baxaq. Müsbət ümumiyyətlə x, y tam ədədlərdir. Modulların cəmi 1 olsa 2 hal var. Ya modulda x, y bərabərdir 0 olmalıdır. Modulda x minus y 1 olmalıdır. Ya da ki modulda x, y 1 olmalıdır. Modulda x minus y 0 olmalıdır. X, y 0'dırsa hasili ya x 0 olmalıdır ya y 0. X 0 olsa bütün modulda x minus y'den 1 çıxırsa ya 1'dir ya da mənfi 1'dir. Buradan x 0 olduğundan y ya 1'dir ya mənfi 1. Buradan da 0, 1, 0, mənfi 1 alınır. Yuxarıdakı tənliklərdə yerinə yazsaq. Daha sonra y bərabərdir 0 olsa yenə x minus y ya 1'dir ya da mənfi 1'dir. Buradan da x, y'in yerine 0 yazsaq x ya 1'dir ya da mənfi 1'dir. Buradan da 1, 0,
-1 0 alacağıq. İndi burada isə görürsünüz ki, modulu 0-a bərabərdir. Demək x bərabərdir y. Yuxarıdakı tənlikdə yerinə yazsaq, ya x1 y1 ola bilər, ya x -1 y -1 ola bilər. Buradan da 1 1 -1 -1 6 dənə olacaq. Keçək 23-cü suala. Bu ifadə tam kvadratdır. 2 üstü 8, 2 üstü 10, 2 üstü n. Birincisi 2 üstü 4'ün kvadratıdır. Digərini yazmaq olarmı? 2 vur 2 üstü 4 vur 2 üstü 5. Avtomatik digəri 2 üstü 5'in kvadratı olacaq. Yəni o da 10 olacaq C variantı. Yəni çünki 2 üstü 5 2 üstü 10 eləyir. Bu şəkildə olacaq. Yəni A plus B'nin kvadratının olması üçün. A kvadratı 2AB plus B kvadratı. Bu şəkildə olacaq. 24-cü suala baxaq. 24-cü sualda izah etmişik. Həmin videodan da baxa bilərsiniz. Demək A6 13'dür. A nöqtəmiz buradadır. 13 buradır. B isə 2 11. Bu da B nöqtəmiz. İndi buradan belə bir öncə sualı tam oxuyaq. Burada demək A və B nöqtələrindən keçən toxunanlar x oxu üzərində kəsişir. Bu sualın cavabında səhvlik var idi. Yəni bunlar toxunanlardır və burada kəsişirlər. İndi burada belə bir dairə var. Aha, indi deyir ki, bunun bu omega çevrəsini, yəni omega çevrəsinin yaratdığı dairənin sahəsi soruşur. Çünki çevrənin burada sahəsi olmamalı idi. Davam edək. İndi biz burada nə edəcəyik? Biz bildik ki, N nöqtədən çevrəyə çəkilmiş toxunanlar bir-birinə bərabərdir. Bura bir N nöqtəsi adlandıraq. Buranın bir T nöqtəsi adlandıraq. Buranın bir P nöqtəsi adlandıraq. İndi nə edək? Ən birinci 2, buradan bura 2, buradan ümumi 6 olduğundan buradan bura 4'dür. Gəlin bura A deyək. O zaman buradan burada 11'dir. O zaman BE'nin kvadratı bərabərdir 4 plus A'nın kvadratı plus 11'in kvadratı. Bu üçbucaq TBN-ə əsasəndir. Digər tərəfdən bu düzbucaqlı üçbucağa əsasən, baxın buradan bura 13'dür, buradan bura A'dır. Yəni AN'in kvadratı bərabərdir A kvadratı plus 13'ün kvadratı. Bu da üçbucaq APN-ə əsasəndir. Bu toxunanlar bir-birinə bərabər olduğundan BN bərabərdir AN olduğundan buradan A'nı 4 taparıq. Bunları bir-birinə bərabərləşdirsək A'nı 4 taparıq. A 4 olandan sonra BE'nin uzunluğu 11'in kvadratı plus 8'in kvadratı. BN olacaq kök altında 185. Demək bunlar kök 185'dir. İndi gələk bunun dairənin çevrənin radiusunu tapaq. İndi gəlin bunun radiusunu tapaq. Öncə AB-ni birləşdirək. Bunun mərkəzi tutaq ki, burada olsun. Biz AB-nin uzunluğunu tapa bilərik. Çünki buradan bura perpendikulyar endirsəm 4-dürsə burada 4 olacaq. İndi 13, 11 qalan hissə 2 olacaq buradan bura. Yəni çünki buradan bura 11'dir, ümumi 13'dür. 4, 2 bura olacaq. Kök 20, yəni 2 kök 5 olacaq. İndi fikir versək,
Radiuslar da budur. R, R. N onu birləşdirsək, bura tənbölən olacaq, bildiyimiz kimi. Həmçinin bunlar perpendikulyar olacaq bir-birinə. Yəni dolayı yolla bura bir F nöqtəsi adlandırsam, burada kök 5. Yəni bunları silək, bunu silək. 2 kök 5-i 2 hissəyə ayıraq. Bura kök 5 olacaq, burada kök 5 olacaq. Niyə? O, R, N, A çərpələndir. Bundan sonra kök 185, kök 5, o zaman F, N'in uzunluğu kök 180 olacaq. Bura bir alfa adlandırsam, bura bir beta olsa, düz bucaqlı, üç bucaq daxil çünki toxunanlara perpendikulyardır mərkəz. Yəni bu şəkildə toxunana perpendikulyar olur. Alfa, beta avtomatik burada alfa olacaq. İndi burada üçbucaq N, O, R, N, O, B'yə əsasən biz buradan kosinüs alfanı tapsaq, kosinüs alfa bitişik katetin, yəni 180'in kök 180 böl kök 185 olacaq. İndi üçbucaq O, B, F əsasən kosinüs alfanı tapsaq, buranın kosinüs alfası nədir? Kök 5'in R-ə nisbəti. Bitişik katetin, yəni kök 5'in R-ə nisbəti. Bu iki kəmiyyətləri bir-birinə bərabərləşdirsək, R-i taparıq. Kök 185 bölünsün 6. İndi dairənin sahəsi də pi r kvadrat olduğundan olacaq 185 böl 36 pi. Yəni cavab yoxdur burada. Sualda cavablı nöqsan var. 24-cü sualı bu şəkildə həll edilir. 25-ci suala baxaq. 257 üstü 33 plus 46 üstü 26 ədədinin 50'yə bölünməsindən alınan qalıq. 257 33'ə böləndə 7 verir. 7 üstü 33. 46 da mənfi 4 verir. Üstü 26 bərabərdir. X mod 50. İndi 7'nin kvadratı 49 eləyir. 49 50'yə böləndə mənfi 1 verir. Mod dərsində bunu izah etmişik. O zaman 7 üstü 33'ü tapmaq üçün 16-cı dərəcədən qüvvətə yüksəlsək, mənfi 1 üstü 16 eləyəcək 1 mod 50. 7 üstü 33 dolayı yolla 7 üstü 32 vur 7 üstü 1, yəni 7 mod 50 olacaq. Çünki 7 üstü 32'nin qalığı 1 idi. O zaman 7 minus 4 üstü 26'nın 50'yə bölünməsindən alınan qalığı tapmalıyıq. Bu da 3 üstü 26 x mod 50 eləyəcək. Bundan sonra isə əlbəttə ki, Euler teoremi tətbiq edə bilərik. 3 50 qarşılığı sadədir. Fi 50'ni tapaq. Elədi 20. Yəni 3 üstü 20 ədədi 1 mod 50 olacaq. Yerdə qalır 3 üstü 6 ədədi 3 üstü 26'da. 3 üstü 20 çünki 1 eləyir. 3 üstü 6 da 3 üstü 3'ün kvadratıdır. 27'nin kvadratı. Bu da 729 eləyir. Bu da 29 mod 50 eləyir. Doğru cavab B variantı. 26'ya baxaq. Məlumdur ki, bu tənliyin 2 müxtəlif kökü var. Demək, diskriminant 0'dan böyükdür. A kvadratı çıx 4 vur 3 minus B böyükdür 0. Olar A kvadratı plus 4B minus 12 böyükdür 0. Bu birincisi. İkincisi, tənliyin yeganə kökü var. Diskriminant 0'dır. 6 minus A'nın kvadratı çıx 4 vur 6 minus B bərabərdir 0. Bunu açaq 36 çıx 12 A plus A kvadratı minus
24 plus 4b bərabərdir 0. Buradan alınır a kvadratı plus 4b minus 12a plus 12 bərabərdir 0. Üçüncüsü, həqiqi həlli yoxdur. Diskriminant sıfırdan kiçikdir. 4 minus a'nın kvadratı çıx 4 vur 5 minus b kiçikdir 0. 16 çıx 8a plus a kvadratı minus 20 plus 4b kiçikdir 0. Yəni a kvadratı plus 4b minus 8a minus 14 minus 4 daha doğrusu kiçikdir 0 olacaq. Hesablamada ümid edirəm səhv eləmədim. İndi AB arasındakı əlaqəni tapmalıyıq. Fikir versəz, a kvadratı plus 4b hər birində eynidir. Gəlib burada a kvadratı plus 4b 12a minus 12 olduğundan yerinə yazsam, bu üçüncüsündə burada. Minus 12 çıx 8a çıx 4 kiçikdir 0. Buradan 4a kiçikdir 16, a kiçikdir 4 alınır. İndi bu ifadəni indi birinci tənlikdə də yerinə yazsam, burada yerinə yazsam 12a bir saniyə burada hesablamaya bir baxaq. 4b bir saniyə hesablamaya bir diqqət yetirək. 12 çıx 4b a kvadrat plus 4b hesablamada bir yanlışlıq etmədim. Bir də baxım 36 çıxılsın. Hesablamaya bir baxmış olar. Ola bilər ki yanlış hesablayayım. İkinci ifadə olacaq. On altı 8a plus a kvadratı Ee, 12 açıq 12 tamam, heç bir səhvimiz yoxdur. 12a minus 12 çıx 12 böyükdür 0. Buradan da a 2-dən böyük olacaq. Demək a 2-dən böyük, a 2 və 4 arasındadır. İndi b-nin qiymətini tapaq. Burada fikir versəz, a kvadratı plus 4b yazmışıq ki 12a çıx 12-dir. 12a çıx 12-dir. Yəni burada a-nın yerinə birinci 2 yazsaq, 2-nin kvadratı 4b bərabərdir 24 çıx 12. 4b bərabərdir 24-dən 12 çıxanda 12, 12-dən 4 çıxanda 8. B olacaq 2. Sonra a-nın yerinə 4 yazaq. A 4 olsa 4-ün kvadratı 4 vur 4. 4 vur b daha doğrusu. Bu tənlikdə elə bil a-nın yerinə 4 yazıram. 12 vur 4 çıx 12. 4b 48-dən 12 çıxanda 36, 36-dan da 16 çıxanda 20. B oldu 5. Demək B 2 və 5 arasındadır. Yəni burada doğru cavab A variantı. 27-yə baxaq. Demək kvadratik tənlikdir. Kvadratik tənliyin grafikidir. AC perpendikulyardır BC. Bir dənə şəkili çəkək. Aha, O nöqtəsi də bura. Y bərabərdir fx. Bura perpendikulyardır.
Deyir ki, OB 9 OA'dır. OS 3'tür. OS 3'tür. Demek bura 9x'dir. Bura x'tir. Bizim bu şekilde hündürlüğün kvadratı ayırdığı parçalara bərabərdir. Bundan istifadə edərək 3'ün kvadratı 9x vur x, buradan x'i tapacağım 1. Yəni bura B nöqtəsinin koordinatı 9, 0, A nöqtəsinin koordinatı -1, 0 olacaq. Çünki buradan bura məsafə 1, burada məsafə 9'dur. İndi bu kvadratitənin kökləri görürsünüz ki, -1 və 9'dur. Yəni bu kvadratitənlik o zaman bu şəkildə ayrılır. Yəni bu fx A əmsalı vur. Kökləri 9 və -1'dir də. X minus 9, x plus 1. Bitti. Bir də fikir verin, S nöqtəsinin koordinatı da 3, 0'dır. Üzr istəyirəm, 0, 3'dür. Yəni çünki buradan bura məsafə 3'dür. Aha. Demək bu 0, 3'dən keçir. X'in yerinə 0 yazsam, y 3 olacaq. Yəni fx 3 olacaq. X'in yerinə 0 yazsam 0 çıx 9, 0 plus 1 vur A bərabərdir 3. A'nı tapdım -3'də 1. İndi o zaman -3'də 1 bu ifadəni açsam x'in kvadratı çıx 8x minus 9. Bunu ayırsam -3'də 1 x kvadratı plus 8 böl 3x plus 3. Bu fx olacaq. Təpə nöqtəsinin koordinatı, R koordinatı soruşulur. Bildik ki, təpə nöqtəsinin koordinatları R bərabərdir -b böl 2a, k bərabərdir - diskriminant böl 4a. -b böl 2a'dan istifadə edək. Burada hesablamada bir an baxaq. Hesablamamızda biraz diqqətli olaq. -b, yəni -8 böl 3 bölünsün 2a. Yəni 2 vur -3'də 1. Bu olacaq 8 böl 3 vurulsun 2'də 3. Bu da eləyəcək 4. Yəni R'imiz 4'ə bərabərdir. C variantı. 28-ci suala baxaq. Demək şərtə uyğun bir üçbucaq çəkək. A, B, buradan burayı, buradan bura D, K, S. Bura 3'dür, bura 2'dir, bura 2'dir, bura 5'dir. Bizdən BK'nın BY nisbəti. Birinci üsul burada qeyd eləyək. Gəlin bunun kopyasını da yaradaq. Çünki iki üsulla həll eləyəcəyik bunu. Ən az yəni bir neçə üsulla yazmaq mümkündür. Menali teoremindən, paralel xəttlər çəkməklə və s. Birinci üsul olaraq siz Y nöqtəsindən A deyə paralel BC-yə paralel düzxət çəkə bilərsiniz. Belə ki, buraya paralel olacaq. Özümüzdən çəkək F nöqtəsini. İndi fikir verin. Üçbucaq AFY ilə oxşarlıq təşkil edir ADS. Buradan əlbəttə ki, tapmaq olar ki, FY-nin uzunluğu 2'dir. Çünki yəni FY-nin uzunluğunun DS-nin uzunluğuna nisbəti AY-nin AC-yə nisbətinə bərabər olacaq. Buradan FY 2'dir. FY 2'dir. Həmçinin bunlar da fikir versəz bu üçbucaqlar da bir-birinə oxşardır. Yəni üçbucaq FKY oxşardır üçbucaq BKD-yə.
Oxşarlıq əmsalı görürsüz 1-ə bərabərdir. Yəni görürsüz 2-nin 2-yə nisbəti 1-ə bərabər. Demək bunlar bir-birinə bərabərdir. Yəni BK bərabərdir KY-yə. Oradan da nisbət olacaq 1-in 2-yə nisbəti. Digər tərəfdən bunu biraz yuxarı qaldıraq. Digər tərəfdən biz Y-dən AD-yə paralel düzxət çəkə bilərik. Belə ki, falis əsasən bura 3x olacaq, bura 2x olacaq. Falisə görə paralel düzxətlərdir. D1, D2. Burada hansı nisbətlər ayırırsa, məsələn 2M, burada da 3T, 2T nisbətində parçalar ayırır. Və ya ki, oxşarlığa əsasında yaza bilərsiniz. Bura bir N nöqtəsi deyək də. Buradan X-in uzunluğunu 1 taparıq. X 1 olandan sonra KD orta xət üçbucaq BYN-in. Oradan da əlbəttə ki, BK bərabərdir KY olacaq 1-in 2-yə nisbəti. 29-a baxaq. Şərtə uyğun bir çevrə çəkək. Bunlar toxunanlarda, indi ola bilər şəkli biraz pis çəkirəm. Bura O nöqtəsi. Belə bir toxunan, daha sonra belə bir toxunan. D nöqtəsi, C nöqtəsi, A nöqtəsi, B nöqtəsi. Bura 5-dir. Bura 2-dir. Bura 7-dir. Bizdən soruşur AD-nin uzunluğunu tapın. İndi burada məsafəli olmalıydı bu. Bunu silək. Bunu düzgün çəkək, çünki burada biraz məsafəli olmalıdır. Yəni minimum belə bu şəkildə olmalıdır. İndi fikir verin, bura bir A olsa, burada A olacaq toxunanda axı. Bura bir B olsa, burada B olacaq. İndi fikir verin, 5 plus A, buradan burada 5 plus A olmalıdır. O zaman buradan bura 5 plus A çıx B'dir. Baxın bu nöqtə. Bu nöqtənin uzunluğu. Düz xəttin uzunluğu. İndi bura bir C nöqtəsi olsa, burada C nöqtəsi olacaq. Fikir verirsiniz, 2 plus A buradır. Buradan burada 2 plus A'dır. Buradan bura 2 plus A minus C olacaq. Ondan əlavə buradan bura 7 plus 5 plus A'dır. 7 plus 5 plus A'dan 2 plus A'nı çıxanda 10 qalır. Demək AD'nin uzunluğu 10'dur. B variantı. Gələk son sualımıza. Demək x kubu minus 22 x kvadratı plus 80 x minus 67 bərabərdir 0 tənliyinin bir-birindən fərqli kökləri olsun PQR. S PQR-dən fərqlidir. Bunun səbəbi məxrəclərdə olmasıdır. Ona görə ABC həqiqətləri mövcuddur ki, bilinir ki, S bu tənliyin kökləri, yəni yuxarıdakı tənliyin kökləri PQRS-dir. O zaman bu şəkildə vurğulara ayrılır. Bu şəkildə vurğulara ayrılır. Yəni baş əmsalda 1 olduğu üçün. Dolayısıyla bu ifadədə S minus P, S minus Q, S minus L kimi vurğulara ayrılır. Sadəcə X-in yerinə S yazırıq. Bu ifadənin hər tərəfini buna vuraq. Sağ tərəfində buna vuraq, sol tərəfində.
Sağ tərəfini vuranda sürətdə 1 qalacaq. Çünki bunlar ixtisar gedəcək. Sağ tərəfdə qalacaq. A vurulsun. S minus P-lər ixtisar gedəcək. S minus Q, S minus R, B vurulsun. S minus P, S minus R plus S vurulsun. S minus P, S minus Q. Bunu yuxarı qaldıraq. S minus Q. İndi S'in yerinə ən birinci P yazaq. Burada S'in yerinə P yazsam, bunlar islah gedəcək. Çünki 0 olacaq. Qalacaq 1 bərabərdir. A vurulsun P minus Q, P minus R. S'in yerinə Q yazsam 1 bərabərdir. S'in yerinə Q yazsam bu ilə bu gedəcək. Qalacaq B vurulsun Q minus P, Q minus R. S'in yerinə R yazsam bu ilə bu gedəcək. Qalacaq 1 bərabərdir. S vurulsun R çıx P, R çıx Q. İndi bizə 1 böl A'ların 1 böl B, 1 böl C'ni tapaq. 1 böl A üzərinə 1 böl B üzərinə 1 böl C uyğun olaraq buradan 1 böl A nəyə bərabər? P minus Q, P minus R. Yəni bunların cəmi olacaq. Bunların cəmi olacaq. Aha. Bu ifadələri gəlin açaq. Birinci ifadəni açsam P kvadratı minus PQ, PR plus RQ. Digər ifadə olacaq Q kvadratı QP, QR, QR, PQ. Plus digəri R kvadratı RP, RQ plus bir saniye. Burada RP olmalıydı. Burada RP'dir. Burada ise QP. Aha. Burada PQ'lər islah olunur. RP'lər islah olunur. RQ'lər islah olunur. Qalır P kvadrat plus Q kvadrat plus R kvadrat çıxılsın. PQ, PR bir saniye. Bunlar islah olundu da, doğru mu? PR çıx QR qalır. Biz bu ifadənin açılışını bilirik. Yadda saxlamaq lazımdır ki, x1, x2 nöqtə xn'in kvadratının açılışı hər birinin ayrıqda kvadratlar cəmi plus 2, 2, 2 hasillər cəmi. Bundan istifadə edərək P plus Q plus R'in kvadratı bərabərdir. P kvadratı, Q kvadratı, R kvadratı plus 2PQ, 2PR, 2RQ. Aha. O zaman bu ifadəni yazmaq olar. P plus Q plus R'in kvadratı çıx 2PQ, PR, RQ. Bir də çıxmalısan bu ifadəni. Bu da bərabər olacaq. P plus Q plus R'in kvadratı çıxılsın 3 PQ, PR, RQ. Aha. Köklərinin cəmi Viet teoreminə əsasən nəyə bərabərdir bu tənliyin? Mənfi 22 bölünsün 1. PQ, PR, RQ cəmi isə müsbət 80 bölünsün 1. Görsənir ki, 22 və 80 qoymalı. Köklərin cəmi 22'dir. Yəni burada köklərinin cəmi 22'dir. Bu da 80'dir. Doğru cavab olacaq 22'nin kvadratı çıx 3 vur 80. Bu da 244 eləyir, səhv etmirəmsə. 244 eləyir. Bu şəkildə. Qeyd eləyək ki, bizim olimpiyada hazırlığımıza qoşulmağınız üçün 050 854 77 18 nömrəsi ilə əlaqə saxlayıb qeydiyyatdan keçə bilərsiniz. Sağ olun, salamat qalın.